Hərdən tanımadığınız ya az tanıdığınız insanlarla söhbət üçün ümumi mövzu tapmaq çətindir. Bu problemi həll etmək üçün daha yaxşısı qabağını almaq üçün əsas qaydaları bilmək lazımdır. Onlara riayət edərək siz asanlıqla söhbət üçün yeni mövzular tapacaqsınız və həmsöhbətlərinizi maraqlandıracaqsınız. Diqqət edin ki, söhbətə hər bir iştirakçı qoşulsun. Monoloqlardan qaçının. Bir insan danışdıqca o həmsöhbətlərini yoracaq. Söhbət üçün çox maraqlı mövzu səyahətdir. Öz təcrübələrinizi bölüşün və başqalarının harada olduqları barədə maraqlanın. Həmçinin soruşa bilərsiniz ki, həmsöhbətləriniz hara getməyi planlaşdırır və ya arzu edir. Həmsöhbətinizi artıq dərəcədə açıq-saçıq suallarla utandırmayın, yoxsa o sizinlə münasibəti pozar. Hava kimi sadə mövzulardan qaçının. O sual meteoroloqların xoşuna gələ bilər. Soruşmasalar özünüzdən danışmayın. Maraqlandılarsa çoxlu sayda ad və ya soyad deməyin. Çünki bu artıq məlumat söhbəti maraqsız edir. Həmçinin situasiyaya görə bioqrafiyadan olan faktları buna ya digər insana danışmaq olar ya olmazı analiz edin. Olduğunuz situasiyadan danışın. Misal üçün, kafedə oturmusunuzsa sevdiyiniz xörəklər və içkilər haqqında mövzu qaldıra bilərsiniz. Çox sual verməyin. Əks halda sizin həmsöhbətinizdə istintaqda olduğu fikri yaranar. Suallar açıq cavabı nəzərdə tutmalıdır. Yaxşı olar ki, sualdan əvvəl nəqli cümlə olsun. Misal üçün, mən dünən maşın sürmüşəm, bəs sən nə bacarırsan? Əgər elə mövzu olacaq ki, orada həmsöhbətinizin başı sizdən yaxşı çıxır, o mövzu barədə danışmağı ondan xahiş edin. Mövzular söhbət zamanı öz-özünə yaranacaq. Ən əsas insanlara bir-biri ilə maraqlı olsun və ünsiyyəti davam etdirməyə arzuları olsun. Şəmsdan Fikrətli, Dünya TV.